Mən Azərbaycan növbəti nüfuzlu tədbirə ev sahibliyi edəcək. Təbii ki, bu ilk deyil, 12-ci artıq Bakı Qlobal Forumudur və bu forumda Azərbaycana nüfuzlu şəxslər toplaşır. Keçmiş prezidentlər, baş nazirlər toplaşır, aidiyyatı strukturların rəhbərləri toplaşır və müzakirə predmetləri sırasında bir sıra məsələlər var. İstərdim gəlin birinci bu tədbirin əhəmiyyətindən danışaq. Niyə Bakı və bu bizə nə verir? Təşəkkür edirəm. Həqiqətən də hazırda parçalanmış, hazırda qlobal ziddiyyətlərin artdığı bir dönəmdə dövlətləri, xalqları biri-birinə yaxınlaşdıracaq, eyni zamanda xalqların potensialını üzə çıxararaq sülhə, sabitliyə aparacaq platformalara çox ehtiyac var. Bilirsiniz ki, BMT nizamnaməsində həmçinin beynəlxalq hüququn tanınmış normalarında əksini tapan prinsiplərdə, bu prinsiplərdən biri də dövlətlərin, xalqların əməkdaşlığıdır. Əməkdaşlıq mühüm əhəmiyyət kəsb edir və bugün dünyada əməkdaşlığa münasibətdə ikili standartların hökm sürməsi dünyanın bir bölgəsində xalqların, dövlətlərin ümtanınmış normaları və prinsiplərlə tanınan, tanınmış haqlarına hörmətlə yanaşılır. Digər tərəfdə isə illərlə davam edən separatizmə, işğala, təcavüzə göz yumulduğu bir şəraitdə bir tərəfdə ümumiyyətlə dövlətlərin marağına uyğun gəlməyən şəxslərin terrorçu elan edildiyi, digər tərəfdə isə əli qana batmış, o cümlədən elə Azərbaycanda hazırda məhkəməsi davam edən o separatçılardan da bura aid edə bilərik. Onlara münasibətdə haqlardan danışan bir təsisatların mövcud olduğu bir dönəmdə həqiqətən də uzlaşma çox vacibdir və cənab İlham Əliyevin bütövlükdə dünya ictimaiyyətinə, bəşəri ideallar naminə təqdim etdiyi ən böyük layihələrdən biri təbii ki, Qlobal Bakı Forumudur və bilirsiniz ki, bugünə qədər artıq ötən il 11-ci Qlobal Bakı Forumu böyük uğurla davam etdi və çox ciddi nəticələr ortaya çıxdı və hər dəfə də cənab prezidentin özünün himayəsində və Nizami Gəncəvi Fondunun dəstəyi ilə müvafiq olaraq dünyanın ən ümdə sözün əsl mənasında hesablaşılan mütəxəssislərinin, söz sahiblərinin, mütəfəkkirlərinin eyni zamanda toplaşdığı, siyasi xadimlərin toplaşdığı bir platform olaraq Nizami Gəncəvi qeyd etdiyimiz kimi fondunun burada proseslərdə xüsusi rolunu qeyd etmək xüsusi yerinə düşər. Bakı dünyanın o problemlərinin müzakirə olunduğu və çıxış yollarının təqdim olunduğu platformaya çevrilir və indiki məqamda da təbii ki, qarşıda ciddi vəzifələr var və Qlobal Bakı Forumuna maraq da ildən ilə artır. Bir daha deyirəm, dünyanın indiyə qədər mövcud olan platformaları var, amma ən başda BMT-nin özünün strukturları və BMT-də olmaqla artıq əvvəlki inam və əvvəlki etimadı təlqin edə bilmir. Elə ən azından Cənubi Qafqaza münasibətdə, ən azından elə Rusiya-Ukrayna münaqişəsi fonunda, Avropa İttifaqı və strukturlarının qeyri-adekvat davranışları fonunda, Avropa Parlamentinin korrupsiya yuvasına çevrilməsi fonunda, baxın, hansı platformadan biz danışa biləcəyik indiki məqamda? İnsan haqları təsisatları var ki, insan haqları təsisatları adlandırırlar özlərini, amma Fransada baş verənləri, Fransanın dəniz aşırı ərazilərdə törətdiyi faciələrə göz yumaraq ayrı-ayrı siyasi fəal adlandırdıqları bu və ya digər formada kuklaya çevrilmiş adamların müdafiəsinə enerji və güc xərcləyən, bununla da ayrı-ayrı dövlətlərə münasibətdə təzyiq mühiti yaratmaq istəyən təsisatlar. Bu, bilirsiniz, artıq o platformalar, ənənəvi platformalar demək olar ki, əhəmiyyətindir. Amma Qlobal Bakı Forumu hər ötən il öz nüfuzunu daha da artırmaqdadır. Qarşıya ciddi vəzifələr qoyur. Məsələn, COP29-un təşkilində və bu prosesin gedişatında biz bu platformanın kifayət qədər uğurlu formada təmsil olunduğunu gördük və öz müvafiq olaraq, baxın orada kimlər, keçmiş prezidentləri, baş nazirləri, eyni zamanda ayrı-ayrı dövlətlərin kifayət qədər çəkiyə sahib olan şəxsləri, şəxsiyyətləri sözün əsl mənasında artıq məsələyə əl qoyurlar və indiki məqamda da bəli, bugün qarşıda dayanan bir çox hədəflərimiz var. Sülhə, sabitliyə gedən yolda ciddi əngəllər qarşısında həmin şəxslərin yenidən söz, fikir bildirməsi, eyni zamanda dünyanın ayrı-ayrı dövlətlərinin, rəhbərlərinin, hansı ki, bu prosesə yön verirlər, proseslə bağlı öz fikirlərini açıqlamaları növbəti, ən azı növbəti bir ildə bizim üçün və dünya üçün önəmli yol xəritəsi ortaya qoyacaq.
Bərzəm, siz də elə çıxışınızda vurğuladınız, COP29 tədbiri, iqlim dəyişikliyi fonunda ortaya çıxan problemlər və s. və bugünkü gündəlikdə, daha doğrusu bu dəfəki gündəlikdə həm də qlobal forumun müzakirə predmetləri sırasında bu da var. Çünki Azərbaycan COP29 kimi nüfuzlu tədbirə ev sahibliyi etdi və elə sizin sözünüzə qüvvət, həmin proseslər fonunda hansı işləri gördüyümüzü biz təbliğ etdik və növbəti etapda qarşımızda digər bir missiya dayanıb və eyni zamanda da Xəzər dənizində baş verən ekoloji proseslər də gündəlikdə olan mövzular sırasındadır. Yeri gəlmişkən bu COP29-da da müzakirə olunmuşdu. İqlim dəyişikliyinin mütəmadi olaraq bu problemlərin, ekoloji problemlərin gündəmə gətirilməsi ilə həm də Azərbaycan bu missiyanın önündə gedir desək yanılmarıq ki, niyə bu sualı verirəm? Çünki son proseslərdə bəzi açıqlamalarda məhz belə təəssürat yaranıb ki, sanki yaşıl enerji siyasəti ikinci plana keçir. Çox maraqlı bir məqama toxunursunuz. Əvvəlcə onu qeyd edək ki, Bakı forumlarının zaman-zaman prioritetləri kifayət qədər önəmli istiqamətlərdə dəyişir. Bəli, ana xətt qalır, ana xətt ümumbəşəri dəyərlərə münasibətdə, insan amilinə münasibətdə, insan amilinin sözün əsl mənasında rifahına xidmət edən konkret məqsədlər, niyyətlər ortaya qoyulub. Bu niyyətlər və məqsədlər dəyişir, amma prioritetlər dəyişir, dünyada prioritetlər dəyişir, Azərbaycanda, bölgədə prioritetlər dəyişir və dəyişən prioritetlərə münasibətdə də gündəlik müəyyən olunur. Bilirsiniz ki, biz ötən dövrlərdə daha çox işğal və təcavüzə istiqamətlənən və işğal və təcavüzün qarşısının alınması istiqamətində qlobal birliyin səylərinin bu prosesə cəlb olunmasına münasibətdə daha çox gündəliyimizi bu istiqamətdə qururduq. Eyni zamanda öncəki dövrdə Covid ilə mübarizə prosesində, vaksin millətçiliyi ilə mübarizə prosesində Cənab İlham Əliyev bilirsiniz ki, dünyada tamamilə yeni bir istiqamət müəyyənləşdirdi. Neokolonizmlə mübarizədə konkret istiqamətlər müəyyənləşib və Bakı forumu bunun üçün əla platformaya çevrilə bilib. Cənab İlham Əliyev bunu çevirə bilib. Yəni bunlar hamısı Azərbaycanın problemləri deyil, bunlar ümumbəşəri problemlərdir. Bugün isə, məsələn, ötən dəfə Cənab İlham Əliyev işğal, təcavüz, separatizm bunların hamısına sanki öz çıxışı ilə bir yekun vurdu və yeni bir dövrün başlandığını elan etdi. Yeni dövrdə əlbəttə ki, özündə başqa ciddi məqsədləri əhatə eləyir. Bunlardan da biri iqlim dəyişiklikləri ilə mübarizə. Eyni zamanda bilirsiniz, 30 il davam etmiş işğal var, 30 il davam etmiş təcavüz var. Bunların elə nəticələri var ki, hələ də bugün yaşayırıq. Məsələn, mina təhlükəsi bugün davam edir. Ermənistan hələ də ekoloji terroru bugün də davam etdirir. Əminliklə deyə bilərik ki, Xəzərdə çıxarılan neft, qaz, Xəzərin istismarı, Xəzərə verdiyi zərər, ətraf mühitə verdiyi zərər ermənilərin çaylar vasitəsilə axıtdığı o zərərin yanında tamamilə bir heçdir. Və bugün dünyanın diqqəti artıq buna cəlb olunmalıdır ki, artıq Ermənistan bir dövlət kimi öz mahiyyətini, fəaliyyətinin mahiyyətini başa düşsün və başa düşsün ki, o yalnız dünya ondan ibarət deyil. Və üstəlik, bilirsiniz, burada açıq demək lazımdır. Bu terrordur, sözün əsl mənasında. Niyə terror deyirik? Orada hansı avadanlıqların quraşdırılması, orada hansısa monitoringlərin keçirilməsi bu Ermənistan üçün də, oradakı zavodların sahibləri üçün də o qədər də ciddi problem deyil. Məsələ ondan ibarətdir ki, o zəhərləri birbaşa Azərbaycan ərazisi ilə axıtmaqla terroru davam etdirirlər. Mülki insanlara daha çox zərər vurmaq, Azərbaycana daha çox zərər vurmaq siyasətinin məqsədli dövlət siyasətinin tərkib hissəsidir. Əlbəttə, bundan başqa təbii ki, bilirsiniz ki, qlobal iqlim dəyişiklikləri ciddi quraqlıqlara yol açır, ciddi problemlərə yol açır. Artıq dənizlərdən istifadə ilə bağlı, şor sulardan istifadə ilə bağlı kifayət qədər ciddi layihələr ortadadır. Eyni zamanda Azərbaycanda da bununla bağlı layihələr var. Yəni, bütün bunların fonunda hesab edirik ki, indi qarşıda duran əsas məqsəd, bax, bu fonda fəaliyyətlərin, səylərin birləşdirilməsidir. Ötən dövr ərzində kifayət qədər daha mürəkkəb məsələlər üzrə. Məsələn, bilirsiniz ki, möhtərəm cənab prezident qlobal bəşəri problemlərlə bağlı həmişə dünyanın səylərini birləşdirə bilib. Bayaq dedim, neokolonizmlə bağlı bugün qlobal səylərə bir mənalı şəkildə cənab İlham Əliyev rəhbərliyidir. Eyni zamanda ondan öncəki dövrdə Covid-19 ilə mübarizədə dünyanın 80-dən artıq ölkəsinə yalnız Azərbaycan istiqamətindən yardımlar olundu. Eyni zamanda qoşulma hərəkatının sədri qismində Azərbaycan görün hansı prosesləri rəhbərlik etdi. Bugün də əminliklə deyə bilərik ki, COP29-a sədrlik edən dövlət olaraq bax, qarşımıza qoyulan
əlavə yeni məqsədlərə çatılması istiqamətində də Nizami Gəncəvi Fondunun təşkilatçılığı, eyni zamanda Cənab İlham Əliyevin himayəsi altında baş tutacaq 12-ci Qlobal Bakı forumu öz qarşısına duran vəzifələri ləyaqətlə yerinə yetirə biləcək. Bəruz müəllim, biz bilirik ki, bu cür tədbirlər siyasi tədbirlər deyil. Və COP29 da siyasi tədbir deyildi, amma bunu siyasiləşdirməyə çalışırdılar. Siyasi don geyindirərək həm də Azərbaycana qarşı şər böhtanlarla çıxış edirdilər. Bu forumların və gələcəkdə forumda iştirak edən şəxslərin Azərbaycanın bir də bu tədbirlərdə informasiyanın çatdırılması, həqiqətlərin təbliğ olunması, faktların göstərilməsi istiqamətində hansı rol oynayır ki, biz gələcəkdə də bunun tövhəsini görəcəyik? Çünki bizim müharibəmiz bitib, amma informasiya müharibəmiz təəssüflər olsun ki, davam edir. Bilirsiniz, Vəfa xanım, elə bir geosiyasi konfigurasiya formalaşıb ki, bu əslində Cənab İlham Əliyevin böyük qələbəsidir. Bir vaxtlar biz sözümüzü deməyə yer axtarırdıq, amma bugün artıq Azərbaycan özü elə bir platforma yaradıb ki, bizi dinləmək üçün gəlirlər. Və burada çox saylı iri tədbirlərlə COP29-un özünün əsas zirvə toplantısı daxil olmaqla, eyni zamanda baxaq, Nizami, bir daha deyirəm, deməli, Qlobal Bakı forumu. Dünya gəlir, dünyanın liderləri gəlir, Azərbaycanı məhz Azərbaycandan dinləyir. Bizim haqq səsimizi buradan eşidirlər. Əlbəttə, bu böyük informasiya müharibəsində böyük qələbəmizdir, böyük siyasi qələbəmizdir. Həmçinin Azərbaycan yeni geosiyasi reallıq yaratmış, işğala təcavüzə öz gücü ilə son qoymuş, suverenliyini bərpa etmiş, dünya üçün separatizmlə mübarizədə bir nümunə, model yaratmış dövlət olaraq dinlənilməyi arzulanan bir dövlətdir. Və bu mənada, əlbəttə, bu bizim böyük qələbəmizdir. Amma digər tərəfdən də baxaq, siz siyasiləşdirmə məsələsini gündəmə gətirdiniz. Öz ölkəsində siyasi çirk hava batmış şəxslər, o cümlədən dünya siyasətini çirk hava batırmış şəxslər, o cümlədən Fransa, Macron diktaturası, bax, bu proseslər əlbəttə ki, siyasiləşdirməyə, Azərbaycanda baş verən, Azərbaycana artan diqqəti bu və ya digər formada başqa istiqamətlərə yönəltməyə çalışacaq. Məsələn, bilirsiniz, indi yenidən Frankofoniyada bu və ya digər formada indi aktivləşdirmə cəhdləri var. Ermənistan yanında olanları, Ermənistanın müttəfiqlərinə baxın. Baxın, görün, Biden administrasiyası necə hörmətsiz şəkildə yola salındı. Amerika tarixində çox az hallarda belə hörmətsiz administrasiyaya getmişdi. Və yaxud da ki, Trudeau'ya baxın, Kanadanın baş nazirinə dünən kreslosunu götürüb getməli oldu. Yəni, bütün bir şey necədir? Biz o qənaətdə deyilik, bunu biz etdik. Amma bu onu göstərir ki, Azərbaycan, baxın, görün, Azərbaycan qarşısında kimlər olub və onların bugün hansı taleyi gözləyir. Qarşıda bilirsiniz, ümumi məntiqi yanaşma var, beynəlxalq hüquq var, haqq var, ədalət var, vicdan var. Və bu çərçivələrdən kənara çıxanların aqibəti təbii ki, elə olmalıydı. Azərbaycan beynəlxalq hüquq rəhbər tutur hər zaman. Azərbaycan ümumi tanınmış normaları, həmin normalara əsaslanan prinsipləri, eyni zamanda ümumi bəşəri dəyərləri rəhbər tutur. Biz həmişə arzulamışıq ki, bütün dünya xalqları ilə sülh, əmin-amanlıq, mehriban şəraitdə yaşayaq, bu istiqamətdə əməkdaşlıq edək. Biz həmişə arzulamışıq ki, beynəlxalq hüququn ümumi tanınmış normalarında əksini tapan prinsiplərə əsaslanaraq digər dövlətlərlə münasibətlərimizi quraq və bu istiqamətdə də bütün addımlarımız bu istiqamətə yönəlib. Xarici siyasət kursumuzun çoxşaxəlliyi, möhtərəm cənab prezidentin öhdəliklərə vicdanla əməl edən dövlət imicimizi tam şəkildə formalaşdıra bilməsi bu bizim tarixi uğurlarımızdır və artıq Azərbaycan yeni reallıq dövlət yaratmış dövlət kimi yalnız özünə görə məsuliyyət daşımır. Açıq demək lazımdır. Biz bu bölgədə həm Gürcüstana görə, həm Ermənistana görə, bütövlükdə Cənubi Qafqazda hər bir şəxsə görə artıq qlobal lider olaraq məsuliyyət daşıyırıq və hesab edirik ki, bax, bu kimi forumlar Azərbaycanın liderlik mövqeyinin daha önə çıxması və Azərbaycanın öz təcrübələrinin Azərbaycan yerləşdiyi bölgədən çox-çox kənarlarda artıq yayılması üçün mühüm bir element kimi çıxış edəcək. Bəruz müəllim, mənə elə gəlir ki, çox maraqlı bir məqama toxundunuz və son proseslər Avropanın yeni siyasi xəritəsinin formalaşması onu sübut etdi ki, gözümüzdə böyütdüyümüz liderlər, o dırnaqarası liderlər, heç onlar o deyillər. Heç özlüyündə də onu ifadə edə bilmədilər. Və bir çox ölkələrin ki, hansı ki Azərbaycana qarşı qərəzli mövqeydən çıxış edirdilər. Bax, bu forumda həmin ölkələrin sabiq səfirləri var, baş nazirləri var, ölkə nümayəndələri var, rəsmi şəxsləri var. Bax, o insanların Azərbaycanda Bakı platformasında Azərbaycanın mövqeyini ifadə etməsi nə deməkdir? Bilirsiniz, çox maraqlı bir ifadə işlətdiniz, gözümüzdə böyütdüyümüz. Bilirsiniz, əslində
bu qərb təbliğat maşınının təsiri altında böyüdülən şəxslər idi. Amma Azərbaycan rəhbərliyinin gözündə o şəxslər heç vaxt böyüməmişdi. Və ilk dövrdən, hamı Fransanı alqışlayan dövrdə Azərbaycan rəhbəri onları Əlcəzairdə hələ ifşa etmişdi ki, siz kimsiz? Əlbəttə bizim Fransa ilə və digər dövlətlə problemimiz yoxdur. Xüsusən Kanada ilə bizim nə problemimiz olacaq? Biz indiki məqamda haqqın, ədalətin tərəfdarı kimi çıxış etmişik. Yəni, əslində biz Azərbaycan hökuməti, Azərbaycan dövləti və dövlətin başçısı zamanında proseslərə də, hadisələrə də, perspektivlərə də çox doğru qiymət verib. Və bugün də həmin doğru qiymətin nəticəsində yaranan konfigurasiyada məhz özümüzü lider dövlət kimi hiss edə bilirik. Və bu mənada əlbəttə indiki məqamda biz hesab edirik ki, doğrudan da tarix, proseslər, zaman hər şey yerinə oturdur və indiki reallıqda görünən odur ki, qalib tərəf bizik. Görünən odur ki, qalib tərəf bizim əsaslandığımız dəyərlərdir və əlbəttə ki, bu bizə ancaq və ancaq sevindirə bilər. İndiki məqamda bir daha deyirəm, Bakı forumu, qlobal Bakı forumu da məhz yeni reallıqların həm kommunikasiyası üçün, həm yeni reallıqlardan dərs çıxarılması üçün və eyni zamanda adlarını çəkdi səfirlər, baş nazirlər, bunların hamısının təcrübə mübadiləsi və bütövlükdə gələcəkdə bu bölgədə özünün neoimperialist niyyətlərini, özünün qeyri-adekvat maraqlarını diktə etmək istəyənlər üçün bir maneə kimi çıxış edə biləcək. Bilirsiniz, bəzi hallarda o qərb təbliğat maşınının təsirinə Azərbaycan daxilində də çox saylı uymalar olur. Məsələn, siz görürsünüz Azərbaycanda anti-milli şuradan kimsə bir dəfə də olsun Fransanı və yaxud bir dəfə də olsun Avropa parlamentini, bir dəfə də olsun Biden rejimini kimsə tənqid etsin. Bilirsiniz, ənənəvi qərb təbliğat maşınının təsiri altında Rusiyanı tənqid etmək çox asandır. Azərbaycanın özünün hökumət səviyyəsində lazım olduğu istənilən mövqeyini ortaya qoyur. Tezis üzrə hərəkət edirlər və bu tezis üzrə Avropa parlamentinin irticacı hansısa deputatı necə hərəkət edirsə, Azərbaycan əleyhinə. Çox qəribədir ki, burada da anti-milli şura eyni dərəcədə, eyni formada hərəkət edir. Yəni, bu mənada əslində açılıb, bəzi şeylər açılmalıdır artıq. Bəzi şeylər, məsələn, Soros öz adı ilə çağırılmalıdır. Soros rejimləri öz adı ilə çağırılmalıdır. Sorosun Azərbaycandakı eyni zamanda kuklaları öz adı ilə çağırılmalıdır. Bu mənada hesab edirəm ki, Bakı Qlobal Forumu həm də bu gerçəkliklərin açılması üçün mühüm bir vasilə olacaq.